Neçə baxırıq birdən? 22 baxarıq mənə zəhmət olmasa. 22. 30 daxil edilərsə deyir, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bəli, Deməli, int burada input yazılanda integer olur, ədəd kimi götürürük. Amma ki int yazılmırsa bu sətr tipində olur. bəli. Sadəcə sətir. Aydındır. Deməli, bu Aydındır mənim. 2 vurulsun, bu dırnağın içində olacaq da. 2 vurulsun 30, elə bil 30 demək olacaq. Düzdürmü? Burada da A üstə gəlsin, S-ni hesablayırıq. 3 dənə 30. 30 30 30. Sonra Mənim 24-ü yazmışam amma bir sualım vardı. 24-cü suala baxardım. Hə, burada Mən məsələn input mən orada var 22-də. Belə mən də elə belə 30 götürmüşdüm. Ona görə baxırdım 90 desən alırdınız. Input yəni həmişə sətir götürəcək buna. input sətr tipində qiymət qaytarır, bəli. Sonra 33. mən 24-cü sualda normalda if gəlirsə hər birini yoxlayırıq. Sonuncu if ödənirsə else ya da elifə baxmırıq. Amma burada if else desə birinci ifləri yoxlayırıq, yoxsa yenə ardıcıllıqla. yox, var. Bu ikisi birdir. Mötərizə kimi düşün də. Burada açdıq, burada bağladıq. Bu üçü də birdir. Məsələn, bu ifə Hə, baxdıq. iki Bu nöqtələrə ödənilir. baxırıq da müəllim. Bəli, bəli. Hərəsi ayrıdır, bu ayrıdır, bu da ayrıdır. Məsələn, birincidə if ödənmirsə else baxırıq, if ödənirsə else baxmırıq. Ondan cavab yekunlaşır. Bəli. Sonra keçirsən ikincidə də eyni qaydalar. If ödənirsə, elif, elsə baxmırsan. Ödənməsə, elifə Hı. baxırsan, o da ödənməsə, elsə baxırsan. Hə, aydın. Yəni hər bərabərsizliyə ayrılıqda baxmaq lazımdır. Bəli, mütləq, mütləq. Sonra neçə? Sonra müəllim Siz 20-də siz demişdiniz ki, elə bir ki aralı ola bilməz. Bir Bəli. beləncə treylər də Boşluq ola ola bilər. bilməz, rəqəmlə Bəli. başlaya bilməz, rəqəmlə başlaya bilməz. bir də Simvollar ola Rəqəmlə bilər. baş. Yalnız xüsusi altdan xətt simvollar olurdu. istifadə oluna bilməz. Yalnız altdan xətt istisna. Bəli. Bir də A variantı qaldı, onu da burada. Deməli rəqəm birinci ola bilməz, simvol birinci ola bilməz. Rəqəm birinci ola bilməz, simvol ümumiyyətlə ola bilməz, boşluq ola bilməz. Sonra neçə? 31-ci sual. Burada C almışdım, cavabı A açıq. üstə gəlirsə sıfırdan böyük bərabərdir, hə. Sıfırı daxil edirik, çıxışa veririk. A B-dən böyükdür, yox. Onda elçinə baxırıq, bir də 2-ni çıxışa veririk. Amma n olduğuna görə bu 2-ni gətirib bunun yanına yazırıq da, 0, 2. Müəllim, burada Elsə niyə baxdı? If ödənmədi, ona görə Elsə baxdı. Olacaq birində, buna baxdıq. Müəllim, bir də burada endi yəni o dırnaqçıqlar nə üçündür? Sətr Yanaşı tipindədir. yazmaq. Amma fərqi yoxdur əslində. Prinsip olaraq heç bir fərqi yoxdur. Bu endi bunu deyirsən, Bəli, bəli. endi axı açıb bağlasaq dırnağı şey olur. Açdıq dırnağı, bağladıq dırnağı. Yəni heç nə qoymuruq da, sadəcə birləşdir. Məsələn, onu Aydın. çıxsaydı bu ikisinin arasında plus qoymalı olacaqdı. Aydındır mənim. Sonra 33. 33. Burada B yazmışam. Y çıxıb. Keçən müəllimə də sual verirəm. Şərifə müəllimə də sual vermişdi ona. Bəli, bəli. Deməli, M bizə nədir? Megabaytla daxil eləmişik. N də gigabaytla daxil eləmişik. A da nədir? Gigabaytı megabayta çevirmişik. Sonra nə deyirik? A-mız M-dən böyükdürsə. İndi bax, gəl qiymətlər. Burada sadəcə qiymət qoymaq lazımdır da. M-imiz 2048-dir. Bu 5 olan var ha. 5-i 1024-də vuracağıq da. Aydındır. Else komandasından sonraki fraqment icra olunması üçün bu şərt ödənməməlidir. Yəni, A M-dən böyük bərabər olmamalıdır. Burada olur. Məsələn, bu A-dır da bizdə N-in qiymətini 1024-də vuranda A-nı almışam. Burada olur. Ona görə bunu götürmürəm. Sonra keçirəm buna. Bu 3 vurulsun 1024 deməkdir. Yenə bu bundan böyükdür. Yenə ödəyir. Ona görə bunu götürmürəm. Burada M-imiz 2-dir. N-imiz də bu 1024-də vursam
5200 5120'dir. Yenə də ödəmir. Burada çıxdıq. M3, N2 bu da ödəmir. Düzdürmü? Deməli, bircə saniyə. Burada necə olur öz? M24. Hə, deməli bu da 2-ni vurdum 24'dən. Bunlar heç bir ödəmir bura qədər ikilər. Bu da 2048 edir. Diqqətlə baxsaq, bu 2084'dür, bu 2048'dir. M A'dan böyük olur bu dəfə. A M'dən böyük olmur. Başa düşdük? Yəni else komandası icra olunmalı olur. Ona elə cavabım yer var. Müəllim, orada məsəl üçün N-in qiymətində 2 yazılıbdır da 2 kilobayt və s. qeyd olunmayıb yanına. Amma Yox, burada verib bax. Burada verib bax. Biz nəsə verilməyinə ehtiyacımız yoxdur bizim. Bizə o maraqlı deyil. Bax, M özüdür. N isə 1024'də vururam. Çünki A'nın qiymətidir bu. Başa düşdük? Yəni elə bir bəli, gördüm. Bəli, bildim müəllim. Elə bildim ki, onu 1024'də vururam, amma M'in qiyməti sabit qalır. Və belə bir şey olmalıdır. A kiçikdir, M olmalıdır bizdə. A da M'dən asılıdır da. Gətirib yerinə qoysam, elə bir 1024 N kiçik olmalıdır nədən? M-dən. Bu bərabərsizliyi ödəyən ifadə qiymətləri tapmaq lazımdır da. Orada kilobayt, megabayt, nə yazmaq o qədər də bizə maraqlı deyil. Kim nə istəyir yazsın. aydındır müəllim. Qırxıncı suala baxardıq müəllim zəhmət olmasa. 40. Burada B yazmışam, cavab D çıxıb. 51-ci şərt ödənir. Kiçik bərabərdir ödənir. Onda x bərabərdir. Daha sonra z bərabərdir 200. 200 200-dən kiçik deyil. Ona görə ona baxmırıq. Onda else baxırıq. Deməli, necə olur? X, Y. X sıfırdan böyükdür, hə. X 120'dən kiçikdir, hə. Deməli, buna baxmayacağıq, buna da baxmayacağıq. Bunlar getdi. Z bərabərdir 4x-dir. Yəni, Z neçədir? 200'dür. 200 200'dən kiçikdir. Biz də x-dan z-i çap edirik də, 50 ilə 200 çap olmalıdır. Aydındır müəllim. Mən aşağıda else baxmışdım deyəsən. 45. 45'də D yazmışam. C çıxıb. B-I. Deməli, bu nədir? B.count i'lər A'nın içindən, düzdür? A'nın içindən hər bir elementi dərdə götürürəm. Əgər o element B'nin içində də varsa, count i sıfırdan böyük olmaq nə demək? Yəni sayı sıfırdan çoxdur. Yəni var o siyahının içində, başa düşüldü? Ən az bir Mən dəfə bu count-u həmişə say kimi götürürəm. bəli, Məsələn, sayıda B.count i nə deməkdir? Yəni Mən məsələn B-də olan elementlərin sayını götürürəm. Bəli, bu sıfırdan çoxsa, sayı sıfırdan çoxsa nə deməkdir o? Yəni sıfırdan fərqlidir də qiymətlər var. Yəni var o siyahıda. Yəni A-nın içindən götürdüyüm həmin element B-nin içində də var o deməkdir. Ona baxmaq lazım. Mən sırf B-nin elementlərini sayıram. Sıfırdan böyükdür. Yox, B-nin elementlərini sayı deyil axı. Bu i elementindən B-nin içində neçə dənə var, onu sayır bu. I elementindən götürülür, A-nın içindən götürülür. Deməli, A-nın içindən olan hər bir element B-nin içində də varsa, onda S-in üstünə i gəlirəm. Yəni, məsələn, deyək ki, bax, 3 elementi burada var mı? Var. Bu sıfır zaten sıfırıncı elementdir. Sıfırı gəldim üstünə. Sonra 6 elementi burada yoxdur. Yox. 7 elementi var mı? 7 elementi gəldi. 0, 1, 2, 2 gəldim üstünə. Düzdürmü? Müəllim, orada 1 elementi yoxdur. 9 elementi yoxdur. 0 elementi yoxdur. 6 da yoxdur. Yoxdur, amma 4 var.
2, 3, 4, 5, 6, Yani 7. indeksi yoxu özünü toplamalıyıq orada. Hə, sorry. Axı İ, i-in adı range deyil. düz. Hə, range olsaydı. Özlərini toplayırıq. Range olanda indeksləri Birbaşa toplayırıq. müraciət edin. Bəli, bəli. Demək, biz nə edirik indi? Onda ərəblərin özlərini toplayacağıq da. 3, 3. Mesela indeksləri 7, toplayanda aldığımız saat orada var. Demək, 7, bir də nə var? 4. Başqa var? Yox məndə. 14 eləyəcək də. 3, 7, 4. Aydındır? Sonra nə? Sonra mən 46-nı da nə qədər elədim? 7 alırdım mən. Baxaq. 46-dan. Deməli, burada nə deməkdir? 49-un üstündə 2 də 1 bizə verəcək Hə 7. 7. Bu 7. böyüklü 7-dən yox. Ona görə buna baxmayacağıq. Hə, bu Demək, böyük. 49-un 3-cü dərəcədən qüvvət olanda, deməli, 2-nin kubu 8 eləyir, 3-ün kubu 27 eləyir. Bu 4-ün 3-ün kubundan daha böyük cavabdır. Elə deyil. Yəni bu şərt ödəməyəcək. Yəni 49 3-cü dərəcədən olanda bu deməkdir də, üstü 3-də 1. Bu bizdə 3 ilə 4-ün arasında yerləşən bir ədəddir. 4-ün kubu 64-dür, 3-ün kubu da 27-dir. Arada yerləşir deyə bu 3-dən çoxdur. O yüzden buna da baxmırıq. Deməli, A-nın üstündə 4-də 1 kiçikdir 5-dən. İndi 4-cü dərəcədən qüvvətlərə baxıram. Deməli, 49 2-nin 49 üçün aslında. 2 üstündə 4-dən 3 üstündə 4-ün arasındadır. Düzdür? Yəni bu 2 tam neçəsə deməkdir, 5-dən kiçikdir həqiqətən. Yəni şərt ödənir. Onda nə edəcəm? 49-un ona 4-ə bölünməsindən alınan tam ədədi tapacağım. O da Tamam. onun içində gələcək. Tam başa düşdük. Sağ ol. Növbəti sual. 50-yə də baxardıq müəllim zəhmət olmasa. Təbii ki, baxaq. Klaviaturadan 33 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Birinci 33 şərt daxil ödənir. elədik. Baxaq. 33-ün 10-a bölünməsindən alınan tam hissə 2-dən böyükdür. Hə, Ödənir. 33-ü 3-ə böləndə qalır 0-a bərabərdir. Hı. Hə. Deməli, mən bunlara baxmayacağım, bunu dəqiq bilirəm. Bunları üstündən xətt çəkirik. Sonra keçirik ikinci Hı. şərtə. 5-ə böləndə qalır Eyvallah, 1 deyilərmi? sağ Bu da heç bir ödənmir. Yox. Elifə baxırıq. Deməli, elifə. 5-ə böləndə qalır 0-a bərabərdir. Yox. Yox. Ona buna da baxıram. A, 43. Bəli, aydındır. Cavab olur 43. Necə diqqətsizlik. Sonra 57. bu hər şey 55. işləyəndə, o şərt ödənməyəndə nələr varsa onları çıxın. Yerdə qalana mütləq baxın. Çünki elə olur ki, ödənmir də o. Hı. Yəni neçəyə baxırıq? 55. Int A böyükdür int B-dən. Düzdür bu. A ise yere B'ni tapırıq. Deməli, bunların hiçbirine baxmayacağıq da yerdə qalın. 155. 5, 5. Çünki sətr tipindədir onlar. Növbəti. 57. Bu funksiyalardır. Funksiyanı keçmişəm sizlə, yoxsa? Bunlarla bağlı heç işləməmişəm, yəni bilmirəm, bəlkə də Yox, keçirir deməli. işləmədim. Mövzu olaraq defi keçmişəm sizə. Məncə yox, müəllim, mən qoşulan dərslərdə xeyr. Bəlkə də yadımdan. Mən də yadıma Müəllimlər- düşmür, mən də keçməmişəm. İndi izah edəcəm belə, amma bu funksiya, bu hissəsi. Daxil edilən ədədin rəqəmləri cəmini hesablayır. Bax, fikir verin, sətrə çevirir bunu. Deyək ki, 2, 3, 5, 1 belə bir ədəd daxil eləsək, bunu sətr tipə çeviririk, görürsünüz. Sonra S bərabərdir 0-dır. Sonra nə edirik?
For in x nə deməkdir? Yəni bu 2 elementlərin hər dəfə götürürəm. Hər dəfəsində tam toplayırıq. ədədi çevirib toplayıram. Və return funksiya nə edir? Funksiyaya qiymət qaytarır. Rəqəmlərin cəmi. Deməli bu rəqəmlərin cəmini hesablayan funksiyadır. F funksiyası, x funksiyası. X daxil edilən x ədədinin rəqəmlər cəmini geri qaytarır. İndi məntiq nədir? 55 sıfırdan böyüdür? Hə. A bərabərdir. 55-dən çıxıram rəqəmlərin cəmini. 55 rəqəmlərin cəmi 10 deyil. Bəli. 55-dən 10'u çıxanda eləyəcək 45. M də bərabər olacaq 1-ə. Düzdür? İndi 45 böyükdür 0-dan 45 yenə. sıfırdan böyüdür? Hə. 45-dən 9 9 çıxacaq bu dəfə. Düz. A bərabərdir. 45-dən 9 çıxanda 36. 36. 2. Burada artıq ancaq 9 çıxa gedəcək də. A bərabərdir 27. M olacaq 3. A bərabərdir 18. M bərabərdir 4. A bərabərdir 9. M bərabərdir 5. Düzdürmü? 9 sıfırdan böyüdür. Hə, A'mız oldu 0, M'imiz oldu 6. 0 sıfırdan böyüdür. 0-dan böyük deyil, çıxır. M de 6 olacaq. Aydındır. Əsas məsələ funksiyanın nə işə yaradığını bilməkdir. Ondan sonrası rahat olur. 62. Sonra yeri səhv qoyduq. O sual var. Buralıq deyildi əslində. Bir neçə daha belə sual var. Funksiya dövr nəzərindən veriblər. 62. Bəli. Mən buradan A alıram, cavabı D çıxır. B simvolu daxil edilərsə. B simvollarda var. Deyil burada da. Budaqlanma. Fəssalam. Mənim də Bunlar orada da ödəyir. Bu ödənilsə, gerisinə baxmırıq. Həm də bu B bərabərdir B ödənmir ki. Algoritm olanda baxa bilərsiniz birinci if. O da B-dir də. Yox. B dəyişənidir burada. B dəyişəni nəyə bərabərdir? Dırnaq içində K-yə bərabərdir. B dəyişən dırnaqçında 2-yə bərabərdirsə, onda elifdə bəs B daxil. Dırnaq içində B-dir. Bu B dəyişən addır. Fərqli şeylərdir. Ay, bəli, input deyil də, sadəcə inputdur ona görə. Bu ola bilməz axı zaten. B-nin inti yoxdur. Aydındır mənim. Sonra 70. 70'e qədər var mı kimdə sənəsə? 68. 68. N dəyişəninin hansı ən kiçik natural qiymətində proqram fraqmentinin nəticəsi 100-dən böyük natural ədəd olar. Demək, burada məntiq nədir? Bu, ən son nəticəmiz budur da. N vurulsun 2 böyüdür 100-dən. Onda N böyüdür 50-dən. Düz. İndi ən kiçik qiymət dediyinə görə, deməli bizə nə olmalıdır burada? 2-yə bölünə bilər. Bir də 3-ə bölünməyə bilər. Düzdürmü? Bax, məsəl üçün belə ola bilər də. En üstə gələn 1-i götürə bilərəm. Buradan en üstə gələnsə 1. Onu 2-yə də vura bilərəm. 4-ə də vura bilərəm. Mənə hansı sərf eləyir? 4-ə vurmaq daha çox sərf eləyir. Elə deyil. Yoxlayaq. Deməli, n plus 1 vurulsun 4 böyükdür 50-dən. Buradan n plus 1 böyükdür 50-ni böləndə 4-ə necə eləyəcək? 12, 10'da 5. Onda n böyükdür 11 tam 10'da 5'dən. 12 götürə bilməyəcəm. Niyə? Çünki bax, 12 götürsəm 2-yə bölünür, amma 3-ə də bölünür. Amma mənə lazımdır ki 2-yə bölünsün, 3-ə bölünməsin. Çünki bunu götürmüşəm. Yoxsa 12'ni götürə bilməyəcəm. 13'ü də götürə bilməyəcəm. Çünki 13 olsa bu şərt ödənməyəcək. Aydındır? Amma məsələ nədir? Onda belə bir şey eləyə bilirik də. Bu ödənməyib, bu ödənə bilərmi? Ödənə bilər. Düzdür? N plus 1 olmasın. Birbaşa 4n böyükdür 50 olar. N də böyükdür nədən? 12 tam 10'da 5'dən. O halda 13 qoya bilirəm. 12 ödəmədiyinə görə zaten 10 heç ödəyə bilməz, 8 heç ödəyə bilməz. Bunlar çıxır. Qalır bir dənə 13. Ən kiçik mümkün qiymət 13'dür. Mənim burada 12 qoyanda alınırdı. Mən cavablardan qoyub yazdım əslində.
Yox, bax. 12-ni qoyanda ödənmişdi. 12-ni qoyanda, 12-ni qoyanda. Bərabərdir, bəli. Deməli, n plus 1 13. Hə, sorry, düz deyirsiniz. Düz deyirsiniz. Mən 12-ni qoyub burada da eyni 12-ni qoyuram ya, ona görə səhv elədim. Bildiniz Sonra necə? 13-ü bölürük. Bəli. 12 ödəyir, düz deyirsiniz. Deməli, bax, 12-ni qoyanda bu 13 edir artıq. Bu şərt ödənməyəcək o. Avtomatik düşəcək bura. Bəli, Evet, düzdür. səhv. Mən 12 qiymətini burada qoymuşam, burada qoymuşam eyni qiyməti. Bunu nəzərə almamışam, üstünə bir gəldiyini. Ona görə baxdım ki, bu ödənir, onda bu da ödənmiş olacaq. Sərf eləmir 12 bizə. Düz deyirsiniz. 12 ödəyir. Ən yaxşısı məncə cavablardan qoymaqdır, kiçikdən böyüyə, kiçik deyirsə. Daha Hə, az amma- vaxt gedir. Hə, amma nə bilim. Amma sizdə şey yoxdur da, açıq sual yoxdur. Açıq sual olanda Məndə zəhmət olmasa 31-də. Mən 32 aldım. Ancaq ki burada da yoxdur o. Cavab 31-də. A-bənddir. Yox, 71-i deyirəm mən müəllim, 71. Hə, 71 mən 31 başa düşdüm. Başımı bağışlayın. 70-ə baxaq, sonra keçək 71-ə. 70 də sual idi məncə. Hə, o qalmış. Okey. Deməli belə. Deyir ki, bu şərtlər ödənərsə Python dilində yazılmış proqram hansı nəticəni verməz. İndi məntiq nədir? Deməli, x-imiz bu aralıqdan qiymətlər alır. X-imiz 0-dan böyükdür, hə. 75-dən kiçikdir, hə. Avtomatik buna baxmıram, buna baxmıram. Düz? Bəli. X-i 2-yə vurdum. Bunu 2-yə vururam. Deməli, 2x böyük bərabərdir 40-dan, kiçik bərabərdir 100-dən. Düz? İndi bu 20-dən böyükdürmü? Böyükdür də, aydın məsələdir. Düz deyilmi? Bəli, bəli. Yox, 40 bircə aralığında. hələ 20-dən böyükdür, zaten bunu da götürsək, çünki bu 20-dir bizə. Deməli, bu x-i 10-a bölünməsindən alınan qalığı götürəcəm mən. Yox, sorry. X 20-dən kiçikdirmi deyə soruşur. 20-dən kiçik deyil. Düzdür? Bu ödənir. Bəli. Amma bu ödənməyəcək. 20-dən böyük demir də, kiçik deyir ona görə. Deməli, bizdə y-in qiyməti hansı aralıqdadır? 40 ilə 100 aralığındadır. X-in qiyməti hansı aralıqdadır? 20 ilə 50 aralığındadır. Doğru? Mənə burada verib x səviyyəsini y. Onda x səviyyəsini y hansı aralıqda olacaq? Tərəf-tərəfə toplayacağım. Bu ikisini də toplayıram, bu ikisini də toplayıram. Olur bu. Müəllim, 40 ilə 100 aralığı x-in qiyməti deyildi. Y bərabər 2x daxil. Ay, bəli, bəli. Aydın. Bu da olur 150. 60 150 aralığı. Deməli, qiymətlərimiz 60-dan 150-yə qədər hər şey ola bilər. 153. 153 olmuş. Aha. Yəni ya 60-dan kiçik cavab olmalıydı, ya da 150-dən böyük cavab olmalıydı. Sonra 71-ə baxaq. Deməli, 71-də nədir? 256 vereyim. Bu, x-in üstünə 0,5 kök almaq deməkdir. 16 olur. 256 kök alanda 16 olur bu. İndi, int y-ə bərabərdirmi? Hə, 16, 16.0-a bərabər olacaq zaten. Düzdür? Bu nöqtədən 16.0-da cavab. Bərabərdirlər. Hə, ödəyir. Bu da 4.0. Onda bunlar gelir. Hamısı, bax. Bu olur 4.0. Düz yazmış. Deməli, x y-ə bölünürmü? Hə, bölünür. Onda en azından baxmayacaq. Bu da olur Bu da 16. 16.0. Sonra düşürəm aşağı, x-ə gəlsin, y-ə istəyirdən məndən. X-imiz neçədir? 256, y-imiz da 16. Toplayacağıq. 2, 7, 2. Qarışıq deməlim belə. Bitər və onların mesajı Həsən, siz dediniz, məsələn, bunlar ödəndə də o biri elif fəzada baxmayayım. Mən onlara da baxdım, ona görə. Ona baxmırıq da. Sizə həm şey edin də, məsəl üçün bunu bu ödəndirsə, deməli bunlar ödəməyəcək. Minus deyin. Onların üçün xətt deyin ki, rahat olsun da. Sonra Bəli.
Bəli, eşidirəm. Mənim 76-ya baxardıq. 76. Deyir ki, dəyişənlər cütünün şəkildə daxil edilməsi nəticəsində 10 dəfə icra edilərsə, neçə dəfə həsr edilir? Bax, deməli, hər çap olunması üçün ya A-mız 10-dan böyük olmalıdır, ya da B-miz 14-dən böyük olmalıdır. Birinci liniyaya A-nın 10-dan böyük olduğu hallara baxaq. A 10-dan böyükdür, bax burada. Düzdür, bax bu ölüyor. A ondan böyükdür. A ondan böyükdür. Burada bu ikinci hal. Burada Mənim 5, 7 də var. bir də 5, burada. yox, 5 kiçikdir. Deməli 1, 2, 3, 4 hal. Bir də B'miz 14-dən böyük olsun. Bir də bu ölüyor da. Başqa qaldı mı? Məncə yox. 1, 2, 3, 4, 5 dənə. Mənim 5, Başqa 15. Mən burada hər birisi üçün ayrı-ayrı yazırdım. A-nın ondan böyük olduğunu bir götürürdüm. Ya da bir dəfə saymırsansa ikinci səfər eyni şey saymağın nə mənası var ki? Amma mən başqa bir testdə də hər ikisini ayrı-ayrı götürmüşdü say olaraq. Ola bilməz. Elə şey ola bilməz. Digər testdə baxacağam müəllim hansı sual deyəcəm. 80-ci sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, buna sətrə çevirdik bunu. Deyir ki, əgər say cütdürsə, say cütdürmü bunun? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Deməli, yazanına bax buna. S bərabərdir əgər, ln B bölünsün 2 çıx 1. Bu B neçə olacaq? 8-i 2-yə böləndə 4, 1-in çıxanda 3. B3-ümüz nədir bizim? 0, 1, 2, B3-ə baxmalıyıq. 7. S-miz 7-dir. 7-ni 2-yə vuranda neçə eləyəcək? 14. Aydındır müəllim. Mən burada B3-ə yox, elə 3-ü 2-yə vururum. Hə. 86. 82 bu. 82. Bəli. Deməli, ədəd budur, daxil eləmişik. Deyir ki, len 2-yə böləndə qalıb 0-dan fərqlidir, yox. Deməli, buna heç birinə baxmayacaq avtomatik. Çünki bu şərt ödənmədirsə, onun içindəki heç nəyə baxmır. Əks halda baxaq. K bərabərdir int. 6-nı 2-yə böləndə neçə elədik? 3. 1-in çıxanda bura olur 2. Burada nədir? 6-nı 2-yə böləndə 3, üstünə 1 gələndə 4. Yəni 2-dən 4-ə qədər olan hissəyə baxıram. 2-dən 4-ə 0, 1, 2. Deməli, burada nəyə götürəcəyik? 63. K-mız oldu 63. S-miz nəyə bərabər oldu? S də bərabərdir 63. İndi K-mız 63 idi. 63-ü 2-yə böləndə qalıq 1-ə bərabərdirmi? Hə. Zaten bu internet təkrar yazdıqlar, ehtiyac yox idi əslində. Hə, şərt ödənir. S-in üstünə 4 gəlirəm. Üstünə 4 gəldik, elədi 67. Buna da baxmayacaq, çünki bu if ödəndi. Və S-i çap edirik, yəni 67-ni çap edirik. Başa düşülməyən bir şey? Başa düşdüm. 78-də 0 alıram, bir də 2 alıram. Baxaq. Mənfi 33. Bu olur müsbət 33. 3-ə böləndə qalıb 0-dan fərqlidir, yox. Bəli. 2-yə böləndə bu ödənmir. Birinci. Bir də 3 çap olunur. Bu if ödənməyəndə bunun içindəki iflərə baxmağın anlamı qalmır. Növbəti sual. 86. 86. Aha, bu da eyni tipdə. Neçə dəfə A çap olunar deyir. Deməli, Deməli, şərt birinci- ödənməlidir. X küçükdür 3 və ya Y Deməli, bax, birinci böyükdür. neyiniyək? X-in 3-dən kiçik olduğu hallara baxaq. X-in 3-dən kiçik olduğu hallar. 1,
2, 3, düzdür mü? 4, 5, 5 tane. Bir de y'nin z'den böyük olduğu hal. Yani z 4'tür də bizdə. 4'ten Y'nin büyük. 4'ten böyük olduğu hallar. 1, 10. Ona baxmıram da, ona baxmışam da bir dəfə. Hı hı. Bu düzdür mü? 2, 9 var. Buna baxmışıq. 2, 10'a da baxmışıq. Bunlar Bir ödənmir, bu dənə. ödənmir, bu ödənmir, Bir bu dənə ödənmir. haldır. Bir dənə bu. Neçə oldu? 1, 2, 3, 4, 5, 6 hal. Mən 5 dənə də axı. 1, Niyə? 10 var idi hər ikisində. 2, 9 da hər ikisində var. 2, 10 da var. 0, 6 da var. 11, 15'dir də bir dənə Y üçün. Niyə bu bəs? Mənfi 13 deyildi. Mənfi 13'dür o. Bəli. Hətta x 3'dən kiçik də mənfi 13. Yox, mənfi 16 3'dən kiçik deyil. Mənfi 16. Hə, o onun üçün ödəyib. Orada Sözgünə ikisindən biri üçün ödənirsə bəs eləyir bizə. mən hansınsa qarışdırıram. Deməli x üçün olanlar 1, 10, 2, 9, 2, 10, 0, 6, mənfi 16, mənfi 13. Bəli. Y üçün Y içində olanlar bir dənə əlavə olunur. Da o bilərə baxmağa ehtiyac yoxdur. O zaten ödənib. Yəni bir şey zaten ödənibsə ikinci səfər ona təkrar and versə hər ikisini ödəyənləri tapmaq lazımdır. Amma o verəndə buna ehtiyacımız yoxdur. ha, əgər ki orada or yox and olsaydı, onda hər ikisində olanlar təkrar da olsa sayılırdı. Yox. Ancaq hər ikisində olanları götürəcəkdik. Təkrar da olsa götürürdük yox. Ortaq olanlar Hə, hansılarsa ancaq aydındır, onları götürə aydındır. bilər. Bəli, bəli. Ha, aydındır müəllim, başa düşdüm. Sonra 87. 15 alıram burada, cavab 20 çıxır. baxaq. 15 65-dir. Deməli 15 kiçikdir 65-in 15-ə bölünməsi alınan ədəddən? Yox. Buna baxmıram. Aramız oldu 20. 20 böyükdür 65-in 5-ə bölünməsindən alınan ədəddən? Hə. Düzdür? 20 həqiqətən böyükdür də. 65 5-ə bölənən şey eləyir 13. Bəli. Deməli bunlara heç birinə baxmayacağıq. Qaldı bir dənə bu. Hə, mən 5 ümumiyyətlə 65-dən 20 standa 45 eləyir. Bizə də A-nı istəyir. A ilə 20 oldu. A dəyişmədi. mən iflərə ayrı baxırdım, sonra elsə baxırdım. Hə. 89. Əsas məsələ düzəldi. Hı. Hə, indi 89-u özünüz eləyin görək. Hə, tamam müəllim. Gözlə. 88'də mən 23 aldım. Hə. Burada cavabı 26 verib. Biraz zəhmət olmasa baxarız. Bir 88'də. Necə? Bir də təkrar eləyək. Elə bir ki 88'də mən 23 aldım. Orada cavab 26 idi deyəsən, yəni neçə idi? Yadımdan çıxdı. 97-ni 10-a böləndə alınan qalır. Düz, bu düz. 38-in 10-a bölünməsindən alınan tam ədədə bərabərdir? Yox. Hə. Bunu Ödəmir. eləyir. S-imiz oldu 3. 3-dən də çıxıram nəyi? B-ni A-ya bölürəm 0-ı elə 3 eləyir. Düzdürmü? Hani Sonra bildim, mən bəra şey götürmüşəm. Birinci ifi elə bilmişəm səhvdən belə. yox, bircə saniyə. Sonra bircə saniyə. Bir də təkrar baxaq. A-nın 10-a bölünməsindən alınan qalıq neçədir? 7. B-nin 10-a O biri də bölünməsindən 3. alınan tam ədəd. 3. Mən niyə belə yazmışam bunu? B-nin 10-a bölünməsindən alınan tam ədəd 3 eləyir. Fərqlidir, hə. Onda S-imiz 5-dir. Düzdürmü? Ödəyir bu şərt. Bəli. A-nın C-də B-yə 23. bölünməsindən alınan qalıq 38, 97-ni 38-ə bölsək 98 21 eləyir də. Belə 21-in üstünə 5 gələndə 26. Sonra 26 böyük 97-dən yox. Ödəmədi bu.
Sonra B-ni 5-ə böləndə, 38-i 5-ə böləndə aldığımız ədəd 3-dən kiçikdir. A-mız oldu neçə? 97 vurulsun 5. S-nin A-ya bölünməsindən alınan qalıb, elə S-nin özü olacaq da 26-nın özü qalacaq. Bunlara baxmayacaq. Çünki 97 vuraq 5 S-dən çox böyükdür də. 26-dan çox böyükdür. Əgər bölünmürsə zaten qalıb özüdür. Hə, 89 aldınız, gördüm.